Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Dekabrın ikisi də beynəlxalq maliyyə birjasında təbii ki, ilk öncə biz qızıldan başlayırıq. Yəni qızıl hal-hazırdakı vəziyyətdə, yəni çox güclü bir dəstək xətti 4208-lərdir. Ondan sonra yəni satış əməliyyatları təbii ki 4202-dən gələcək, amma 4198-ləri biz gözləsək, yəni daha yaxşı olardı. Çünki çox güclü bir dəstək xəttidir. Bundan aşağı formalaşsa qızılın yəni aşağı doğru istiqaməti hansı nöqtələrə qədər gələcək? Təbii ki, bu izləyicilər üçün maraqlıdır. Yəni ilkin olaraq hədəfi, yəni 4 saat zaman intervalında enmə riski var. Yəni bu 4182-yə qədər, yəni enməsi 4161 və 4122-lərə qədər gəlməsi gözlənir. Təbii ki, biz hazırdakı vəziyyət, yəni ən güclü dəstək xətti, yəni 4210-ları da nəzərdə tutmaq olar. Yəni alışlar isə təbii ki 4228-dən 4240-lara qədərdir. Bu ilkin hədəfidir və ondan sonraki hədəfi isə 4245-lərdir.